Salam əziz xanımlar, bugün sizə gələn məhsullarım haqqında məlumat vermək istəyirəm. Deməli, 2 dənə bu duş gelimiz haqqında məlumat vermək istəyirəm. Bunu məndən bir xanım istəmişdi. Deməli, keçən kataloqda onun üçün götürmüşdüm. Ətrini bəyəndiyim üçün özüm ikisini zakaz verdim. Həqiqətən ətri çox möhtəşəmdir. Tərkibi mango, banan ağacının çiçəyindən iyisini verir. Çox gözəldir. Həqiqətən zövq alacaqsınız. Yəni, o dərəcə əminəm ki, iyisini çox bəyənəcəksiniz. Bu isə Valentin Yudaşkinin ətridir, 30 milli balaca. Bunu yoldaşım üçün almışdım. Ətri çox gözəldir. Bunu da çox bəyənərək istifadə edirik. Deməli, kişilər üçün olsa da ətri həqiqətən də mən özüm də çox bəyənirəm. Bu duş gelinin sizə kodunu deyim. Artikul kodu 1720-dir. 250 millidir. Və belə bir duş gelimiz yenə. Həqiqətən bu da çox gözəl xanımlar tərəfindən bəyənilir. Bu da zakazdır. Deməli, artikul kodu 2875-dir. Və duş geli, yox, bu şampunumuz qarazirə şampunu, saç tökülməsinə qarşı xanımlar alıb istifadə edə bilərsiniz. Qiymətləri çox münasibdir, rahatlıqla ala bilərsiniz. Deməli, belə bir şampunumuz var Botanikadan. Mən özüm də bu şampundan çox istifadə eləmişəm. Həqiqətən də çox keyfiyyətlidir və hal-hazırda kataloqda endirimdə idi. İkisini alana biri hədiyyə. Mən də götürmüşəm 3 dənəsini ona görə. Və sizə bu yağlar haqqında məlumat vermək istəyirəm. Monarda yağı xanımlar həqiqətən də çox mükəmməl bir şeydir. E vitamin tərkiblidir. Şəkər xəstəsi olan xanımlara, bəylərə tövsiyə eləyirəm. Bu artıq neçənci dəfədir məndən zakaz götürürlər. Xeyrini görən 2-2 alır. Deməli, bunun xeyri nədir? Ayaqda olan göbələyi aparır. Ayaq şəkər xəstəliyi olan xanımlarda ayaqlarında yaralar olur. Bəylərdə fərqi yoxdur. Deməli, həmin yaraların sağalmasına çox gözəl kömək göstərir. Ona görə də sizə məsləhət görürəm. Mütləq alın, istifadə eləyin. Və bunun da artikul koduna baxın. Belə. Deməli, 619. Kodunu yaxınlaşdırıram. 6019-dur kodu. Yəni, məsləhət görürəm, mütləq bundan alıb istifadə edin. Əl-ayaq dırnaqlarında da, deməli, əgər bir probleminiz yoxdursa, sadəcə dırnaqlarınızı bərkitmək üçün də bunu istifadə edə bilərsiniz. Bəzən xanımlar dırnaqlarını uzadır, tez qırılır. Onda həmin xanımlar mütləq bu yağdan istifadə edin, xeyrini görəcəksiniz. Çox sağ olun.